Biz hər il mütəmadi olaraq Dünya Kuboku keçirilir. Artıq bir neçə ildir ki, bu Dünya Kuboku Azərbaycanda keçirilir. Tək bədii gimnastikada yox, idman gimnastikası və batut üzrə də mütəmadi olaraq hər il ev sahibliyi edirik bu böyük beynəlxalq kuboklara. Bəzi təcrübəli gimnastlar üçün artıq Milli Gimnastika Arenası onların ikinci evi kimidir. Heç bir həyəcan keçirmədən rahatlıqla çıxışlarını nümayiş etdirə bilirlər. Təşkilatçılıq da böyük rol oynayır əlbəttə ki, vaxtında yarışmanın getməsi gimnastlara daha yaxşıdır ki, onlar öz yarışa hazırladıkları vaxtları müəyyən edirlər və yarış da planla gedəndə artıq yorulmadan öz çıxışlarını xalçada nümayiş etdirə bilirlər. Burada təbii ki, bir sıra məqamlar çox önəmlidir. Xüsusilə mən qeyd edərdim, məsələn, nəqliyyat sistemini də biz xüsusi vurğulamalıyıq ki, gimnastların vaxtında qaldıqları yerdən yarış məkanlar və yaxud geri qayıtması da çox önəmlidir. Həm növbəti gün dincəlmələri üçün. Bu mənada da hər şey yüksək səviyyədə. Hətta dünən bir maraqlı vəziyyətlə rastlaşdım. Biz şəhərdən çıxarkən artıq gimnastlar da təbii ki, yarışlarını başa vurub artıq qaldıqları məkana getməlidirlər və bu mənada heç vaxt bir problem yaşanmır. Çünki artıq avtobuslar, maşınlar onların hər birini gözləyir, hər bir komandanı və hər bir federasiyanın nümayəndələrini və gimnastlardan biri çox maraqlı